Axşamınız xeyir olsun müəllimələr. Bir-iki dəqiqə gözləyək, müəllimələr qoşulsun, başlayaq. Başlayaq müəllimələr. Qeyd etdiyim kimi artıq bizim bugünkü mövzumuz olacaqdı inklüziv təhsil mövzusu. Demək olar ki, inklüzivlik, inklüziv təhsil, inklüziya demək olar ki, məktəbəqədər müəssisələrdə məktəbəqədər təhsildə ən geniş yayılmış, belə deyək, anlayışdır. Məktəbəqədər təhsildə əsas mövzulardan hesab olunur. Hansı ki, bəzən biz görürük ki, məktəbəqədər müəssisələrdə tərbiyəçi müəllimlərdir, pedaqoqlardır. Ümumiyyətlə, inklüziv təhsil haqqında anlayışsızdırlar. Valideynlər inklüziv, belə deyək, salama imkanları məhdud olan uşaqları ilə necə davranmalı olduqlarını bilmirlər. Öz uşaqlarından açığı desək utanırlar. Hətta onları uşaq evlərinə belə qoymaq fikirlərinə gəlmiş olurlar. Biz bugün bunların hər birinin həlli yolları ilə tanış olacağıq. Ümumiyyətlə, inklüziv təhsil haqqında daha geniş məlumatlar əldə edəcəyik. Baxın, inklüziv təhsil nəyə deyilirdi? Biz bilirik ki, artıq bizim əsas anlayışlarımızdan biz inklüziv təhsil haqqında məlumatlıyıq. İnklüziv təhsil demək olar ki, sağlamlığından, potensial imkanlarından, maddi durumundan asılı olmayaraq bütün uşaqların eyni səviyyədə təhsil alma hüququna malik olmasıdır. İnklüziv təhsil ümumi təhsilin elə bir inkişaf mərhələsidir ki, burada hamının ilk növbədə sağlama imkanları məhdud uşaqların təhsilə ehtiyacını təmin edir. Baxın müəllimələr, inklüziv təhsilə keçməzdən əvvəl mən sizə məlumat vermək istərdim, hansı ki, inklüziya haqqında. İnklüziya nəyə deyilir? İnklüziya demək olar ki, məhz inklüziv təhsil buradan meydana gəlir ki, inklüziya termini bütün insanların daha çox, ən çox da
Sağlam imkanları məhdud olan uşaqların, sağlamlıq imkanları məhdud olan insanların cəmiyyətə eyni formada sosiallaşmasını artıran bir fəaliyyətdir, hansı ki, inkluziya terminin açıqlaması budur. Məhz inklüziv təhsil də burdan meydana gəlmişdir. İnklüziv təhsil anlayışını geniş çərçivədə izah əsas məqsəd nədən ibarətdir? Gəlin bunun haqqında sizə məlumat verim. Əlbəttə ki, təhsil işçiləri, əlbəttə ki, idarəedici orqanlarda, digər orqanlarda təhsil siyasətini hazırlayan şəxslər qarşılıqlı əməkdaşlıq və dialoq üçün ümumi diskursiv sahəyə malikdirlər. Diskursiv sahə nə deyilir? Diskursiv sahə intellektual və sosial sahələr qarşılıqdır ki, burada demək olar ki, həm sağlam imkanları məhdud olan insanların intellektual, həm də ki, sosial sahələrinin genişlənməsindən söhbət gedir ki, artıq inklüziv təhsil də bunun üçün demək olar ki, böyük əhəmiyyət daşıyır. Baxın müəllimələr, inklüziv təhsildə daha çox inkluziv təhsil sağlam imkanları məhdud olan uşaqlar üçün belə deyək, effektivdir ki, sağlam imkanları məhdud olan uşaqları biz qısacası deyə bilərik ki, SIM uşaqları. SIM uşaqlarının eyni zamanda SIM insanların baxışları da ətraf mühit üçün əhəmiyyət kəsb edir. Baxın, inklüziv təhsil anlayışı belə deyək, yaranandan bu günə artıq demək olar ki, cəmiyyətin belə deyək, düşüncəsidir, cəmiyyətin davranışıdır, cəmiyyətin sağlamlıq imkanları məhdud olan uşaqlara qarşı rəftarıdır, qayğısıdır. Bunların hər biri demək olar ki, həqiqətən də dəyişmişdir. Artıq insanlar bilirlər ki, sağlamlıq imkanları məhdud olan insanlara, xüsusi qayğıya ehtiyacı olan uşaqlara, insanlara necə davranmalıdırlar. Eyni zamanda müasir cəmiyyətdə ictimai şüurun formalaşdırılması inklüziv təhsil sahəsində siyasətin dəstəklənməsində böyük əhəmiyyət daşıyır. Baxın müəllimələr, inklüziv təhsildə əsas 4 mərhələ vardır ki, bu təhsil 4 mərhələ əsasında həyata keçirilir ki, gəlin bu mərhələlər haqqında sizə daha ətraflı məlumat verim. Birinci mərhələ diskriminasiya adlanır. Diskriminasiya nədir? Bu zaman sağlamlıq imkanları məhdud olan uşaqlar, yəni SIM uşaqlar ümumiyyətlə təhsildən kənarda qalırlar. Diskriminasiya zamanı demək olar ki, əqli cəhətdən geriliyi olan uşaqlardır, sağlamlıq imkanlarında məhdudluğu olan uşaqlar tamamilə təhsildən kənarda qalırlar. Və ikinci mərhələmiz var ki, seqreqasiya nə deməkdir? Burada artıq SIM uşaqlar ya xüsusi məktəblərdə oxuyurlar, ya da ki, evdə təhsilə cəlb olunurlar. Üçüncü mərhələmiz nədən ibarətdir? Bu artıq adlanır inteqrasiya. İnteqrasiya bizə məlumdur, hansı ki, əsas anlayışlardan. Gəlin biz buna nəzər yetirək, hansı ki, inklüziv təhsilin bir mərhələsi kimi. SIM uşaqları ümumtəhsil məktəblərində tipik uşaqlarla birlikdə, lakin ayrı-ayrı qruplarda təhsil alırlar. Deməli, müəllimələr, nə deməkdir inteqrasiya? Artıq demək olar ki, burada sağlam imkanları məhdud olan uşaqlar xüsusi məktəblərdə, üzr istəyirəm, eyni məktəbdə, eyni ümumi təhsil müəssisəsində təhsil alır. Ancaq ayrı siniflərdə xüsusi proqram əsasında oxuyurlar. Budur inteqrasiya. Üçüncü mərhələmiz inteqrasiya mərhələsinin açıqlaması. Və bizim sonuncu mərhələmiz var. Gəlin buna nəzər yetirək. Bu adlanır təbii ki də inkluziya. Bayaq qeyd etdiyimiz kimi inkluziya SIM uşaqlar ümumi təhsil müəssisələrində tipik uşaqlarla eyni siniflərdə təhsil alırlar. Hansı ki bayaq qeyd etdiyimiz kimi bütün insanların ən çox da xüsusi qayğıya ehtiyacı olan uşaqların, xüsusi qayğıya ehtiyacı olan insanların cəmiyyətə sosiallaşmasını artıran fəaliyyət adlanır inkluziya. Və inklüziv təhsilin 4-cü mərhələsi də adlanır inkluziya, hansı ki, qeyd etdiyimiz kimi, SIM uşaqlar ümumi təhsil müəssisələrində tipik uşaqlarla eyni siniflərdə təhsil alırlar. Demək olar ki, inklüziv təhsilin bu 4 mərhələdə birləşməsi, 4 mərhələdən ibarət olması artıq inklüziv təhsilin insanların düşüncələrində həqiqətən də necə dəyişikliklər, müsbət dəyişikliklər yaratdığını bir daha sübut etmiş oldu.
Baxın müəllimələr, bəzən biz görürük ki, inklüziv uşaqlara, hansı ki, sağlamlıq cəhətdən gerili olan uşaqlara, xüsusi qayğıya ehtiyacı olan uşaqlara, bəzən, inklüziv təhsildən xəbərsiz olan müəllimələr, tərbiyəçi müəllimlər xəstə uşaq adı verirlər, xəstə uşaqlar deyirlər. Baxın, ümumiyyətlə bu, ümumiyyətlə ilk səslənişdən həqiqətən də doğru səslənmir, kobud çıxır, hansı ki, xəstə uşaq adı verilməsi. Bunlara xəstə uşaq deyilməsi qəti qadağandır. Ümumiyyətlə bizim təhsilimizdə xəstə uşaq adlı bir mövzu yoxdur. Bunlar adlanır, sağlamlıq imkanları məhdud olan uşaqlar. Bunları hər birinə nəzər yetirəcəyik, hansı ki, biz az sonra məlumat verəcəyim onlardan, hansı ki, var. Down sindromlu uşaqlar var, əqli gerili olan uşaqlar var, serebral iflici uşaqlar var. Bunlar haqqında inşallah ki, az sonra məlumat verəcəm. Gəlin indi sizə məlumat verim, hansı ki, məktəbəqədər müəssisələrdə inklüziv təhsilin növləri haqqında. Məktəbəqədər müəssisələrdə inklüziv təhsilin 3 növündən istifadə olunur müəllimələr. Gəlin bunlar haqqında məlumat verək sizə. Var nöqtəvi daxil olma, var hissəvi daxil olma və bir də var ki, tam daxil olma. Gəlin bunlar haqqında daha geniş məlumat əldə edək. Nöqtəvi daxil olma nəyə deyilir? Salon imkanları məhdud uşaqlar ayrı-ayrı məqamlarda, məsəl üçün deyirik ki, gəzintidir, oyundur və yaxud da ki, müxtəlif bayram tədbirlərdə sağlam uşaqlarla bir yerdə iştirak edirlər. Yəni, nöqtəvi daxil olmada demək olar ki, salon imkanları məhdud olan uşaqlar bəzi məqamlarda və bu məqamlara aiddir müəyyən gəzintidir, müəyyən oyundur və bayram tədbirlərində artıq, demək olar ki, sağlamlıq imkanları məhdud olan uşaqlar sağlam uşaqlarla bir yerdə iştirak edirlər, bir kollektivdə olurlar. Bu olur nöqtəvi daxil olma. Var hissəvi daxil olma. Gəlin bunlar haqqında məlumat verim. Hissəvi daxil olmada artıq sağlamlıq imkanları məhdud uşaqlar qrupda bütün günü deyil, bəzi fəaliyyətlərdə, gəlin bu fəaliyyətləri deyim sizə, hansı ki, fiziki tərbiyədə, təsvirincə sənət məşğələsində, musiqi məşğələlərində digər uşaqlarla bir yerdə iştirak edə bilirlər. Bu olur hissəvi daxil olma. Yəni, müəyyən günlərdə, hansı ki, müəyyən fəaliyyətlərdə fiziki tərbiyə, təsvirincə sənət məşğələsi və musiqi məşğələlərində bir arada, belə deyək, məşğələyə cəlb oluna bilirlər ki, bu adlandı hissəvi daxil olma. Və bizim 3-cü növümüz gəlir tam daxil olma. Adından da bəllidir. Yəqin ki, burada söhbət gedəcək. Heç məlumatı olmayan müəllim artıq biləcək ki, tam daxil olmada deməli, burada sağlamlıq imkanları məhdud olan uşaqlar tam şəkildə sağlam uşaqlarla, öz həmyaşıdları ilə bütün günü, bütün fəaliyyətlərdə, bütün gün ərzində həyata keçirilən bütün məşğələlərdə, bütün tədbirlərdə bir formada, eyni kollektivdə iştirak edirlərsə, bu adlandı artıq 3-cü növümüz tam daxil olma. Deməli, nöqtəvi daxil olmada uşaqların bir qismi və bir neçə məqamlarda, məsəl üçün deyə bilərik ki, burada gəzintidir, oyundur və bəzi bayram tədbirlərində iştirak edirlər. Hissəvi daxil olmada günün müəyyən bir hissələrində, məsəl üçün müəyyən bir məşğələlərdə, fiziki tərbiyə məşğələsi ola bilər, musiqi məşğələsi ola bilər, təsvir sənət məşğələsi zamanı artıq sağlamlıq imkanları məhdud olan uşaqlar sağlam uşaqlarla bir yerdə təhsil alacaqlar. Və gəldik tam daxil olmada, əlbəttə ki, tam daxil olmada bütün tədbirlərdə, bütün oyunlarda, bütün məşğələlərdə, günün bütün hissəsində artıq uşaqlar, sağlamlıq imkanları məhdud olan uşaqlar sağlam uşaqlarla fəaliyyətə cəlb olunurlar. Baxın müəllimlər, inklüziv təhsilə bir neçə prinsiplər verilir. Bunları sizin üçün sadalamaq istəyirəm. Bunları da bilməyiniz şərtdir ki, hansı ki, bəzən bir çox insanlar, hansı ki, inklüziv təhsildən xəbərsiz olan insanlar, sağlam imkanları məhdud olan uşaqlara qayğıdan bixəbər olan insanlar, bəzən biz görürük ki, insanın dəyərini onun qabiliyyət və nailiyyətlərindən asılı edirlər. Və yəni bu nə deməkdir? Bəzən görürük ki, xarici görkəminə görə insanlara qiymət veririk. Bu əslində doğru deyildir. Bu zaman biz inklüziv təhsilin prinsipini pozmuş olarıq. Çünki inklüziv təhsilin prinsiplərində biz dedik ki, insanın dəyəri onun qabiliyyət və nailiyyətlərindən asılı deyildir.
İkinci bir prinsipimiz, hər bir kəs hiss etmək və düşünmək qabiliyyətinə malikdir. Hər kəs ünsiyyət hüququna malikdir və o dinlənilməlidir. Fərqi yoxdur, sağlamlıq imkanı məhduddur, xüsusi qayğıya ehtiyacı var və yaxud da ki, sağlam bir uşaqdır. Hər bir kəs, hər bir uşaq dinlənilməlidir. Hər bir kəs, hər bir uşaq düşünmək, hiss etmək, danışmaq, öz fikrini dilə gətirmək hüququna malikdir. Bütün insanlar bir-birinə lazımdır təbii ki də. Həqiqi təhsil yalnız real münasibətlərin kontekstində deyil, eyni zamanda demək olar ki, bütün münasibətlərdə mövcud ola bilər. Bütün insanlara öz həmyaşıdlarının dəstək və dostluğu lazımdır. Bütün şagirdlərin inkişafı onların bilik və bacarıqlarından asılıdır. İnsanların müxtəlifliyi həyatın bütün sahələrini inkişaf etdirir. Baxın müəllimələr, sağlamlıq imkanları məhdud olan uşaqları demək olar ki, xüsusi təhsil, uşaqlar üçün təşkil olunmuş xüsusi təhsil müəssisələrində, xüsusi təhsil bölmələrində, xüsusi şərait yaradılan ümumi təyinatlı təhsil müəssisələrində Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş formada həyata keçirilir. Təbii ki də xüsusi qayğıya ehtiyacı olan uşaqlar, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün təbii ki də xüsusi bir proqramlar ayrılır. Xüsusi bir gün rejimi təyin olunur ki, və bunların da hər biri Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuşdur. Və bir də var ki, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün evdə təhsil xidməti var. Gəlin bunlar haqqında məlumat verim sizə. Evdə təhsilin təşkili zamanı sağlamlıq vəziyyətinə görə təhsil müəssisəsində təhsil almaq imkanı olmayan şəxslərin təhsili biz bilirik ki, müvafiq icra hakimiyyəti tərəfindən verilmiş əmrə əsasən evlərdə təhsil təşkil oluna bilər və təbii ki də evlərdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı, evdə təhsilin təşkili qeyd etdiyim kimi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmişdir. Mən sizə məlumat vermək istəyirəm, hansı ki, sağlamlıq imkanları məhdud olan uşaqların, hansı ki, isim uşaqların qarşılaşdığı bir neçə problemlər var ki, bunlar haqqında gəlin biraz danışaq. Hansı ki, isim uşaqların qarşılaşdığı problemlər, belə deyək, siyahısında var ki, artıq həmin uşaqlar, sağlamlıq imkanları məhdud olan uşaqlar, xüsusi qayğıya ehtiyacı olan uşaqlarda bəzən biz görürük ki, özünə inam az olur. Onlar özlərini atılmışlar sırasında hiss edirlər. Onlar özlərini lazımsız, kimsəsiz hiss edirlər. Fərdi imkanlarını üzə çıxarmaqda çətinlik çəkirlər. Baxın müəllimələr, təbii ki də yəqin ki, siz də şahid olmusunuz ki, bəzən düzdür, xarici görkəminə biz baxırıq, təbii ki də baxırıq ki, bu xüsusi qayğıya ehtiyacı olan uşaqdır, sağlamlıq imkanı məhdud olan uşaqdır. Amma onda o qədər gözəl, belə deyək, qabiliyyətlər var, o qədər gözəl əl işləri var, o qədər yaxşı işləyir, onun təfəkkürü o qədər zəkalıdır, dərrakəlidir. Həqiqətən də elə uşaqlarda demək olar ki, qabiliyyətlər çox olur. Baxmayaraq ki, sağlamlıq imkanı məhduddur, amma onlarda fərdi imkanlar, fərdi qabiliyyətlər, estetik zövq həqiqətən də güclü olur. Eyni zamanda baxın, sağlamlıq imkanları məhdud olan uşaqlarda gələcəyə ümidlə baxmaq az olur. Ümumiyyətlə, onlar gələcəyə ümidsiz baxırlar, onlar gələcəyə ümid bəsləmirlər. Baxın, necə ki deyirəm, onlarda üzr istəyirəm, xüsusi qabiliyyətlər olur və onlar o qabiliyyətlərini üzə çıxarmaqda belə çəkinirlər. Hansı ki, bu onların qarşılaşdığı problemlərdəndir. Eyni zamanda xüsusi qayğıya, sağlamlıq imkanları məhdud olan uşaqlarda dünyanı bir rəngdə görmək var. Hansı ki, onlar dünyanı rəngarəng yox, hansı ki, biz bilirik ki, az yaşlı uşaqlar üçün dünya rəngarəng görsənir, dünya onlar gözündə çox böyük olur, dünya onlar üçün maraqlı olur, amma sağlamlıq imkanları məhdud olan uşaqlarda bu əksinə olur. Onlar dünyanı bir rəngdə görürlər, onlar dünyanı rəngarəng formada yox, belə deyək, lakin ancaq onlar onu qaralmış formada görürlər. Baxın, hansı ki, sağlam uşaqlar dünyanı rəngarəng gördükləri halda, sağlam imkanları məhdud olan uşaqlar dünyanı bir rəngdə görürlər. Onlarda neqativ halların sayı daha çox olur. Onlar neqativ halların təsirinə daha tez düşürlər. Onlar daima demək olar ki, daha çox neqativ düşünürlər, neqativ düşüncələr onlarda daha çox olur.
Eyni zamanda biz görürük ki, sağlam imkanları məhdud olan uşaqdır, böyüyür və artıq o böyüyəndə işsizlik cəhətdən problem yaşayır. Onlara heç bir yerdə iş verilmir, hansı ki, onların xarici, görkəmlərinə nəzər yetirdikdə artıq onlarda hər yerdə, belə deyək, iş cəhətdən problem yaranır. Halbuki biz dediyimiz kimi onların xarici görkəminə yox, onların iş qabiliyyətinə nəzər yetirmək lazımdır. Onlarda həqiqətən də qabiliyyət güclü olur. Eyni zamanda, yaxşı, sual verə bilərsiniz müəllimə, bəs bu problemlərin həlli üçün nə etməlidirlər? Bəs bu problemlərin ümumiyyətlə həlli varmı? Bəli, var. Sinif uşaqlarının qarşılaşdıqları problemlərin həllərinə gəlin nəzər yetirək. İlk öncə onların, qarşılaşdığı problemi aradan qaldırmaq üçün ilk öncə həmin uşaqlarda, həmin insanlarda demək olar ki, güvən hisslərini artırmaq lazımdır, gücləndirmək lazımdır. Həyata nikbin baxmalarını gücləndirmək lazımdır. Onlara həvəs vermək lazımdır, motivasiya vermək lazımdır. Daima onların yanında olduğunu onlara hiss etdirmək lazımdır. Onlara sevildiyini hiss etdirmək lazımdır. Onlara həyatlarını dolu-dolu yaşaması üçün şərait yaratmaq lazımdır. Yəni artıq bunun həll yolu onların həyatlarını dolu-dolu yaşamasıdır. Doyaraq yaşamasıdır. Yaşamaq eşqini heç zaman itirməməlidirlər. Onlar demək olar ki, həmin bu xüsusiyyətləri onlarda inkişaf etdirsək, onlar öz-özlüyündə bu xüsusiyyətləri inkişaf etdirsələr, demək olar ki, qarşılaşdıqları problemin də həllərinə özləri, belə deyək, kömək etmiş olacaqlar özlərinə. Eyni zamanda sinif uşaqlarla işləyən pedaqoq və psixoloqların qarşılaşdığı problemlərə gəlin nəzər yetirək, hansı ki, biz bilirik ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlar, sağlamlıq imkanları məhdud olan uşaqlarla xüsusi pedaqoqlar, xüsusi psixoloqlar məşğul olurlar və bəzən onların da qarşılaşdığı problemlər olur ki, gəlin bunlara nəzər yetirək. Təbii ki də həkimlərin düzgün qoymadığı diaqnozlar sayəsində düzgün metodikalarla işləyə bilmirlər. Bu sahə üzrə işləyən mütəxəssislərin çatışmamazlığı artıq, bir problemə çevrilmişdir. Tədqiqat işlərinin azlığı, hər bir xəstəlik üzrə fərdi planın yoxluğu, metodikaların hələ də ənənəvi olmaması, bu sahə ilə məşğul olan pedaqoq və psixoloqların ixtisaslaşdırma kurslarına cəlb olunmaması üzrə yetərli yeni metodikaların olmaması və eyni zamanda sinif uşaqlarla məşğul olmaq üçün açılmış həmin kursların azlığı, say azlığı, bu cür uşaqlarla işlərkən kadrların psixoloji cəhətdən hazır olmaması, bunların hər biri pedaqoq və psixoloqların qarşılaşdığı problemlər, sırasında verilmişdir. Və bir də var ki, bu problemlərin həll edilməsi. Gəlin bunların həlli yollarına nəzər yetirək. İlk öncə hər bir kateqoriyaya uyğun metodikalar hazırlanmalıdır əlbəttə ki. Eyni zamanda hər bir sağlamlıq imkanları məhdud olan uşaqların hər bir növünə uyğun, ayrı-ayrılıqda xüsusi proqramlar hazırlanmalıdır. Mütəmadi olaraq kurslarda iştirak etməlidir həmin bu pedaqoqlar, psixoloqlar, yeni metodikalarla işləmə qabiliyyətinə malik olmalıdırlar. Hansı ki, sinif uşaqlarla işləmə qabiliyyətinə malik olmalıdırlar ki, onlarla işləyərkən hazırlanmış yeni, proqramlar da anlamalıdırlar ki, onlar problemlərlə qarşılaşmasınlar. Eyni zamanda sinif uşaqların valideynləri var ki, bayaq qeyd etdiyim kimi, həmin valideynlərin qarşılaşdığı problemləri sizin nəzərinizə çatdırmaq istəyirəm ki, bəzən biz görürük ki, valideynlər uşaqların xəstəlikləri haqqında az məlumatlı olurlar. Bəzən görürük ki, valideynlər maddi və mənəvi cəhətdən uşaqların problemləri qarşısında acizdirlər. Eyni zamanda, həqiqətən də, bu düşünürəm ki, real həyatda da belədir, qarşılaşdığınız problemlərdəndir. Bəzən valideynlər öz uşaqlarından utanırlar. Hətta çarəni öz övladını uşaq evinə verməkdə görürlər. Belə valideynlər də var təəssüf ki. Uşaqlar ilə az vaxt keçirirlər, uşaqlarının, dərdlərinə şərik çıxmırlar. Uşaqların sağlamlığına və onlarla işləyən mütəxəssislərə inamları az olur. Yəni bəzən biz görürük ki, düzdür, bunları nisbətən də olsa, belə deyək, sağlamlıq vəziyyətinə qaytaran, mütəxəssislərimiz var. Sağlamlıq vəziyyətinə, qaytaran az da olsa, nisbətən də olsa irəliləyiş edən mütəxəssislərimiz var ki, valideynlər onlara inam bəsləmirlər. Budur valideynlərin qarşılaşdığı problemlər. Yaxşı, bəs bu problemlərin həlli üçün nə etmək lazımdır? Təbii ki də valideynlər
daha çox maarifləndirici vəsaitlərdən istifadə etməlidirlər. Təbii ki də valideynlər qayğını əsirgəməməlidirlər. Təbii ki də valideynlər, mənəvi cəhətdən öz övladlarının yanında olmalıdırlar. Öz varlıqlarını öz övladlarına, sağlamlıq imkanları məhdud olan uşaqlarına hiss etdirməlidirlər. Cəmiyyət nə deyər deyə yaşamamalıdırlar. Övladının yaxşılığı üçün yaşamalıdırlar. Eyni zamanda övladının mənəvi cəhətdən yanında olduğunu onlara hiss etdirməlidirlər. Eyni zamanda daima boş vaxt tapdıqca, demək olar ki, tapmadıqda belə daima sağlam imkanları məhdud olan uşaqlar elədir ki, onlar hər zaman qayğı gözləyirlər. Buna görə də həmin valideynlər uşaqlarından qayğını əsirgəməməlidirlər. Və cəmiyyətin də sağlam imkanları məhdud olan uşaqlarla bir sıra problemləri vardır ki, gəlin bunları nəzərinizə çatdıraq. Baxın müəllimələr, cəmiyyət özü həmin bu uşaqlarla hansı problemlər yaşayırlar? Xüsusi qayğıya ehtiyacı olan uşaqlara qınaq obyekti kimi baxmaları. Hansı ki, biz görürük ki, bəzən küçələrdə, parklarda xüsusi qayğıya ehtiyacı olan uşaqları görürük, sağlam imkanı məhdud olan uşaqlar görürük və demək olar ki, ətrafdakı insanların ona necə davrandığını, necə yanaşdığını, necə baxdığını görürük. Əlbəttə ki, neçə dəfə şahid olmuşuq biz bunun. Dəfələrlə şahid olmuşuq. Buna görə də cəmiyyətin qarşılaşdığı problemlər sırasındadır ki, artıq xüsusi qayğıya ehtiyacı olan uşaqlara bəzi insanlar, hansı ki, həmin inklüziv təhsildən xəbərsiz olan insanlar qınaq obyektinə çevirirlər həmin uşaqları. Onlarla davranmada problemlər yaşayırlar. Qayğı göstərməkdə çətinlik çəkirlər. Yararsız insan çərçivəsindən bəzən baxırlar ki, yəni xüsusi qayğıya ehtiyacı olan uşaqlar yararsız insanlardır, yararsız uşaqlardır. Xeyr. Yaxşı, bəs bu problemlərin aradan qaldırılması üçün hansı həll yolları vardır? Gəlin bunlara nəzər yetirək. Təbii ki də bunların da həlli vardır. Gəlin bunlara daha geniş şəkildə bunlar haqqında məlumat verim. Baxın, müəllimələr, cəmiyyət arasında maariflənmişləri artırılmalıdır. Əlbəttə ki, hansı ki, bayaq qeyd etdiyimiz kimi, sağlam imkanları məhdud olan uşaqlardan demək olar ki, bir çoxları xəbərsizdir. Bunların necə qayğı olduğunu, bunlarla necə davranmalı olduğunu çox insanlar bilmirlər. Buna görə də bunun əsasında bir sıra maarifləndirici tədbirlər həyata keçirilməlidir. Maarifləndirici işlər həyata keçirilməlidir. Radioda, televiziyada və yaxud da ki, müxtəlif jurnalda, qəzetlərdə bunlar haqqında daha geniş məlumat verilməlidir. Hansı ki, sağlam imkanları məhdud olan uşaqlara necə davranılmalıdır? Bunlar necə qayğı tələb edirlər? Bunlar haqqında hər tərəfli maarifləndirici işlər həyata keçirilməlidir. Eyni zamanda həyatlarını qurmaq üçün uyğun işlərə təmin olunmalıdır. Hansı ki, biz bayaq qeyd etdiyimiz kimi, bəzən sağlam imkanları məhdud olan uşaqlar böyüyürlər və artıq onlar özlərini iş axtarmağa çalışırlar. Ancaq onlara heç bir yerdə iş verilmir. Yəni, əvvəlcədən sağlam imkanları məhdud olan uşaqlar hər tərəfli məlumatlandırılmalıdır cəmiyyətə. Bunlarla necə münasibət olmalı, necə qayğı göstərməli olduğunu cəmiyyət bilməlidir və artıq bunların da işsizlik problemləri həll olunmalıdır. Və bir də hansı ki, sağlam imkanları məhdud olan uşaqlar, hansı ki, əlilliyi olan uşaqlarla yanaşma, belə deyək, əlilliyi olan uşaqlarla qayğı zamanı, bunlarla əlaqə zamanı iki yanaşma qorunmalıdır. Hansı ki, bir var tibbi model, tibbi yanaşma, digəri sosial model, sosial yanaşma. Gəlin bunlar haqqında məlumat verim sizə. Tibbi model nədir? Adından da bəlli olduğu kimi, hansı ki, sağlam imkanları məhdud olan uşaqlara tibbi cəhətdən yanaşılır burada. Yəni, uşaqların qüsurlu olmasıdır, damğa vurulmasıdır, cəmiyyətin dəyişməz qalmasıdır, pozuntunun diqqət mərkəzində olması əsas məsələlərdən hesab olunur. Tibbi modellər nələrə aiddir müəllimələr? Gəlin bunlara nəzər yetirək. Baxın, uşağın qüsurlu olmasıdır, diaqnoz qoyulmasıdır, damğa vurulmasıdır, pozuntunun diqqət mərkəzində olmasıdır, ehtiyaclarının qiymətləndirilməsidir, fərdi ehtiyaclara əhəmiyyət verilməməsidir. Yəni, bunların hər biri tibbi cəhətdən yanaşılır, hansı ki, sağlam imkanları məhdud olan uşaqlara tibbi cəhətdən yanaşılır. Hansı ki, onların müxtəlif ehtiyaclarının qiymətləndirilməsidir, lakin fərdi ehtiyaclarına diqqət yetirilməməsi tibbi modelin əsas xüsusiyyətlərindən hesab olunur. Cəmiyyət dəyişməz olaraq qalır.
Seqreqasiyanın başqa bir təzahürü normal vəziyyətin az-çox bərpası. Baxın, tibbi modeldə artıq salınma imkanları məhdud uşaqlara, əlilliyi olan uşaqlara tibbi cəhətdən yardım göstərilir. Bir də var ki, sosial model. Artıq sosial modeldə hər bir uşağın dəyərli olması da onların fərdi istəklərini, fərdi ehtiyaclarını nəzərə alması, hansı ki biz dedik ki, tibbi modeldə fərdi ehtiyaclar nəzərə alınmır. Lakin sosial modeldə fərdi ehtiyaclar nəzərə alınır. Uşaqlara, eyni zamanda sağlam imkanları məhdud olan insanlara sosial cəhətdən yardım göstərilir. Onların fərdi ehtiyacları nəzərə alınır. Onların dəyərli olması əsas götürülür. Onlara bir fərd kimi yanaşılır. Onların ünsiyyət qurulmasıdır. Problemlərin həllində onlara kömək edilməsidir. Maneələrin dəf edilməsində əsas hədəf götürülür ki, artıq sosial model həmin uşaqlara, həmin insanlara bir fərd kimi yanaşır, bir şəxsiyyət kimi yanaşır, onların ehtiyaclarını əsas götürür, müxtəlif maneələrin dəf olmasında kömək olur. Sosial modelə aiddir müəllimələr, hansı ki maneələrin dəf edilməsi və problemlərin həlli. Müxtəliflik alqışlanır və qəbul edilir, hansı ki biz bilirik ki, sağlam olsun və yaxud da ki, qeyri-sağlam olsun, sağlamlıq imkanları məhdud olsun. Burada müxtəliflik nəzərə alınmalıdır, hansı ki, sosial modeldə hər bir uşağa inklüziv yanaşma dəstəklənməlidir. Əlavə resurslardan istifadə vasitəsilə standart xidmətlərin əlçatanlığı əsas götürülməlidir. Uşaqlar arası ünsiyyət formalaşdırılmalıdır, yetişdirilməlidir. Nəticə yönümlü müəssisənin təşkili həyata keçirilməlidir, birgəlik inkişaf etdirilməlidir. Hansı ki, sosial modeldə sağlam imkanları məhdud olan uşaqla sağlam uşaq bir arada, belə deyək, bir kollektivdə yer alır. Baxın müəllimələr, bayaq qeyd etdiyimiz kimi, hansı ki, sağlam imkanları məhdud olan uşaqlara, uşaqların növləri var. Hansı ki, sağlam imkanları məhdud uşaqların xarakterik xüsusiyyətləri var. Gəlin bunlara nəzər yetirək. Baxın müəllimələr, sağlam imkanları məhdud olan uşaqların növləri vardır ki, hansı ki, var əqli geriliyi olan uşaqlar var. Var, psixi inkişafının ləngiməsi olan uşaqlar, var Down sindromlu uşaqlar, var autizm sindromlu uşaqlar, hiperaktivlik və diqqət əskikliyi sindromlu uşaqlar, nitq inkişafının ləngiməsi ilə qüsurlu olan uşaqlar və serebral iflisli uşaqlar. Bunların hər biri haqqında sizə məlumat verək, hansı ki, qeyd etdiyimiz kimi inklüziv təhsil daha geniş anlayışdır. İnklüziv təhsil məktəbəqədər müəssisələrdə daha geniş, daha belə deyək, geniş yerə malik olan mövzulardandır. Buna görə də bunların hər biri haqqında məlumatlı olmağınız mütləqdir. Bir tərbiyəçi müəllim kimi inklüziv təhsili, sağlam imkanları məhdudlu uşaqların növləri, xüsusiyyətləri haqqında mütləqdir ki, məlumatlı olasınız. Gəlin başlayaq elə əqli gerilikdən. Əqli gerilik nəyə deyilir müəllimələr? Hansı ki, adından bəllidir. Uşaqlarda əqli gerilik, əqlin belə deyək, az inkişaf etməsi, əqlin geri qalması, əqli cəhətdən uşaqların zəifliyi. Buna biz deyirik oliqofreniya. Məsəl üçün, oliqofreniya nəyə deyildi? Baxın müəllimələr. Əqli gerilikdə demək olar ki, uşaqlarda şifahi ünsiyyət qurmaqdır, öz qayğısına qalmaqdır, ətrafdakı insanlarla qarşılıqlı münasibətləri davam etdirmək kimi qabiliyyətlər ilə bağlı əqli funksionallığında məhdudiyyətlər olur ki, hansı ki, bu uşaqlar digər uşaqlarla, digər insanlarla, ətrafdakı insanlarla, yaxınları ilə əlaqə qurmaqdan çəkinirlər, ünsiyyət qurmaqdan çəkinirlər. Eyni zamanda onlar daima demək olar ki, tək qalmaq istəyirlər. Bu məhdudiyyətlər uşağın sağlam uşaqlardan fərqli olaraq daha ləng inkişaf etməsinə gətirib çıxarır. Əlbəttə ki, adından da bəllidir, əqli gerilik. Əlbəttə ki, bu uşaqlar digər uşaqlardan geri qalacaqdır. Həm əqli cəhətdən, həm ünsiyyət cəhətdən. Əlbəttə ki, uşağın əqli zəifliyi varsa, onun ünsiyyəti də zəif olacaqdır. Onun ətrafdakılara qarşı münasibəti də aşağı olacaqdır. Öz həmyaşıdlarından demək olar ki, əqli cəhətdən fərqlənəcəkdir. Onlar məktəbdə oxuyan zamanda çətinlik çəkirlər. Hansı ki, onların ətraf aləm haqqında bilik, bacarıq və vərdişlərə yiyələnməsi mümkündür ki, lakin bu proses uzun müddətli ola bilər. Baxın müəllimələr, götürürük 2 eyni yaşlı uşağı, hansı ki, hər iki uşağın 2 yaşı var məsələn və yaxud da 2 olmasın, gəlin 4 götürək. Hər iki uşağın 4 yaşı var və demək olar ki, bunlardan biri sağlam uşaqdır, digəri isə əqli cəhətdən geriliyi olan uşaqlardır. Sizcə, bunların hansı
daha yaxşı mənimsəyəcəkdir? Sizcə bunların hansı daha tez mənimsəyəcəkdir? Baxın, eyni qrupda təhsil alırlar və eyni mövzu bunlara keçirilir. Əlbəttə ki, sağlam uşaq daha tez qavrayacaqdır. Baxın, əqli geriliyi olan uşaqlar da qavrayacaq mövzunu, lakin onların qavrayışı nisbətən vaxt alacaqdır. Qavrayacaq, ancaq uzun müddətdən sonra artıq o mövzunu, artıq o məlumatı dərk edə biləcəkdir. Buna görə də onlara əqli geriliyi olan uşaqlar deyirik, hansı ki, oligofreniya adı da ikinci bir ad kimi veririk. Baxın müəllimələr, əqli geriliyi olan uşaqlarda demək olar ki, körpəlikdə başqa uşaqlardan fərqli olaraq daha gec otururlar. İməkləyə, yeriyə bilərlər, amma daha gec formada. Məsəl üçün, yəqin ki, ətrafınızda da görürsünüz, uşağın 4 yaşı var, uşağın 5 yaşı var, ancaq demək olar ki, uşaq yerimir və yaxud da ki, danışmır. Əlbəttə ki, ətrafımızda var, real həyatda çox qarşılaşırıq biz bunlarla. Bunlara deyirik əqli geriliyi olan uşaqlar. Bəzən uşaq gec oturur, bəzən uşaq gec yeməkləyir. Bu zaman biz bunun üzərinə tez düşməliyik. Bunu mütəxəssislərə həvalə etməliyik. Çünki artıq bu əqli gerilikdən belə deyək, bizə xəbər vermiş olur. Bu əqli geriliyin bir simvoldur deyək, bir növüdür deyək, hansı ki, uşaqda ilkin əlamətləri, hansı ki, gec oturmağıdır, uşağın gec yeməkləməyidir, gec danışmağıdır. Bu əqli geriliyin ilkin əlamətlərindən hesab olunur. Eyni zamanda dediyimiz kimi gec danışır, danışmağı gec öyrənir, gec ünsiyyətə girir, artıq uşaq danışa bilmir, artıq uşaq kollektivdən geri qalır, artıq uşaq cəmiyyətdən geri qalmış olur ki, bu da onun əqli geriliyin olmasına gətirib çıxarır. Eyni zamanda əqli geriliyi olan uşaqlarda xatırlamaq cəhətdən zəiflik olur. Artıq onlar xatırlamaqda çətinlik çəkirlər. Əqli geriliyi olan uşaqlarda reaksiya verməyi artıq onlarda az olur, zəif olur. Orada artıq onlar daha az reaksiya verirlər. Məsəl üçün biz görürük ki, uşağın ətrafında 2 uşaq belə deyək, mübahisə edirlər, münaqişə edirlər, amma bu uşaq onlara reaksiya vermir. Yəni uşaq öz fəaliyyətindədir, öz oyunundadır və yaxud da ki, deyə bilərik ki, uşaq öz işindədir. Yəni heç ətrafına diqqət etmir, ətrafdakı hadisələrə reaksiya vermir. Budur əqli geriliyin əlamətlərindən. Eyni zamanda deyə bilərik ki, problemlərini həll edən zaman artıq onlar öz problemləri zamanı çətinlik çəkirlər. Hansı ki, bəzən biz görürük ki, adicə qazanın qapağını belə qoymaqda çətinlik çəkirlər, hansı ki, əqli geriliyi olan uşaqlar. Yəni ən sadə fəaliyyətləri belə yerinə yetirə bilmirlər və yaxud da ki, yerinə yetirərkən çətinlik çəkirlər. Ən sadə alternativ üsulu deyirəm sizə. Baxın, əqli geriliyi olan uşaqlarda məntiqi düşüncə, əlbəttə ki, məntiqi düşüncə ümumiyyətlə heç formalaşmaya da bilər və yaxud da ki, az formalaşa bilər. Çünki biz deyirik ki, əqli cəhətdən geri olan uşaqlar. Daha sonra baxın müəllimələr, əqli geriliyin 3 səviyyəsini biz fərqləndirə bilərik. Gəlin bunlara nəzər yetirək. Baxın, bir var idiotriya, bir var imbesillik və debillik. Gəlin bunlar haqqında daha ətraflı məlumat verək. İdiotriya nəyə deyilir? Baxın, bu demək olar ki, əqli geriliyin ən ağır forması hesab olunur. İntellekt çox aşağı səviyyədə inkişaf etmiş olur. Hansı ki, əqli geriliyin 3 növünü biz fərqləndirdik və bunun ən ağır forması adlandı idiotriya. Baxın, idiotriya nəyə deyildi? Bu zaman qavrayış funksiyasının inkişafdan qalması əsas səbəblərdən, əsas belə deyək, nəzərə çarpan xüsusiyyətlərdən hesab olunur. Bu xəstəliyi keçirən uşaqların təfəkkürü daha məhduddur. Bu xəstəliyi keçirən uşaqların nitqi belə deyək, zəif olur. Nitqi səslərdən və yaxud da ki, biri digərlə bağlı olmayan, aydın deyilməyən sözlərdən ibarətdir. Bəzən biz görürük ki, 4-5 yaş uşaqdır. Danışır, amma bilmirsən nə danışır. Danışdığını anlaya bilmirik. Budur əqli geriliyin ən ağır forması olan idiotriya. Baxın, eyni zamanda bu uşaqlarda öz fikrini, öz nitqini, öz düşüncəsini mimika və jestlərlə ifadə etdirməyə çalışır. Hansı ki, bu uşaq danışır, amma nitqi açıq deyil. O öz fikrini jest və mimikalarla bizə çatdırmağa çalışır. Var imbesillik. İmbesillik nəyə deyilir? İmbesillik demək olar ki, əqli geriliyin ağırlaşmış formaları hesab olunur, amma ən ağır deyə bilmərik, çünki ən ağır oldu idiotriya. Amma
İmbestillik də ağırlıq dərəcəsidir. Hansı ki, əqli geriliyin ağırlaşmış formasından hesab olunur. Bu səviyyədə uşaqlar və yeniyetmələr bəzən fiziki əməyin elementar formalarına yiyələnməyə qabil olurlar. Məsəl üçün, hansı ki, uşaqlar sadə kardon işlərdir, kəsməkdir və yaxud da ki, ölçüsünə görə nələrsə qruplaşdırmaqdır. Yəni bu zaman artıq onlar ağır formalı imbestillik zamanı artıq uşaqlarda müxtəlif əmək növləridir, əməyin sadə növləridir. Bunları yerinə yetirə bilmirlər. Hansı ki, adicə sadə əmək bacarıqlarıdır. Hansı ki, uşağın özünə əmək bacarıqlarıdır. Hansı ki, uşaq sadə belə deyək, öz köynəyini belə geyinə bilmir, öz ayaqqabısının bağını belə bağlaya bilmir. Hansı ki, bu özünə xidmət əməyidir, ən sadə əməyin növləridir. Bunları belə yerinə yetirə bilmirsə, bu olur imbestillik. Özünə xidmətin elementar vərdişləri vardır ki, artıq burada emosional sahədə artıq özünü qiymətləndirmədir, incidikdə həyəcan keçirmədir, onu ələ saldıqda mənfi emosional hallarla qarşılaşmasıdır. Eyni zamanda imbestillik səviyyəsində uşaqlara bəzən oxu elementlərini öyrətmək mümkündür. Lakin bəzən bu bütün hallarda mümkün deyildir. Uşaqdan uşağa fərq var təbii ki də. Və var debillik. Debillik nəyə deyilir müəllimlər? Gəlin bunlar haqqında sizə məlumat verim. Debillik artıq əqli geriliyin nisbətən yüngül dərəcəsidir. Hansı ki, ən ağır dərəcə oldu idiotiya, ağırlaşmış dərəcə oldu debillik və ən yüngül və yaxud da ki, nisbətən, üzr istəyirəm, nisbətən yüngül forması olur debillik. Debillik nəyə deyildi müəllimələr? Debillikdə artıq uşaq qavrama zamanı ən çox analiz və sintez səviyyəsi aşağı olur. Məsəl üçün, bu uşaqlar xüsusi proqramla məktəblərdə oxuyurlar, lakin onların oxumaq, yazmaq, saymaq kimi vərdişləri qavrayarlar, lakin belə deyək, zəif formada qavraya bilirlər. Eyni zamanda debillikdən demək olar ki, əqli geriliyin ən ağır formasına nisbətən artıq debillikdə onların qavrayışı nisbətən inkişaf etmiş olur. Düzdür, zəif olur, amma digərlərinə nisbətən qavrayış inkişaf etməyə başlayır. Əgər normal uşaqlarda 6-7 yaş dövründə əsas fəaliyyət təlim fəaliyyətidirsə, artıq əqli gerilik olan uşaqlarda bu yaş dövrü ancaq oyun fəaliyyəti ilə bağlıdır. Məsəl üçün, 6-7 yaş uşaqlarda biz bilirik ki, artıq bunlar böyük qrupdur və bəzən deyə bilərik ki, bunlar məktəb yaşı uşaqlar hesab olunur. Bunlarda demək olar ki, sağlam uşaqlarda, hansı ki, sağlam 6-7 yaşlı uşaqlarda ən geniş yayılmış fəaliyyət təlim fəaliyyətidirsə, ancaq əqli geriliyi olan uşaqlarda isə bu fəaliyyət oyun fəaliyyəti hesab olunur. Çünki onlarda əqli cəhətdən gerilik olduğu üçün onlar ancaq oyunlarla məşğul olmağa başlayırlar. Yəni onlar üçün diqqətdir, hafizədir, onlar üçün belə deyək, fikirdir, onlar üçün təxəyyül, hafizə, təfəkkür bunların geriliyi hər tərəfli geriliyi olacaqdır. Yəni onlar sadəcə oynamaq cəhətdən irəli gedəcəkdir. Yəni onlar üçün təlim fəaliyyətləri o qədər də yaxşı nəticə verməyəcəkdir. Daha sonra psixi inkişafın ləngiməsi var. Gəlin bunları nəzərə yetirək. Psixi inkişafın ləngiməsi zamanı artıq burada söhbət gedəcək hansı ki, uşağın psixikasından, hansı ki, uşağın psixoloji durumundan söhbət gedəcək. Baxın, psixi inkişafın ləngiməsi anlayışı altında psixi funksiyaların inkişafının ləngiməsi və bu səbəbdən yaş normalarından geri qalması başa düşülür. Çox vaxt psixi inkişafın ləngiməsi bir sıra xəstəliklərlə müşahidə oluna bilər. Gəlin bunlara nəzər yetirək. Bunlar hansı xəstəliklər ola bilər? Məsəl üçün, məktəbdə özünü biruzda verə bilər ki, belə uşaqlar fiziki və psixoloji cəhətdən məktəbə hazır olmurlar. Onlarda bəzi psixi proseslərin və funksiyaların ləng inkişafı müşahidə edilir. Onlar emosional və iradi sahəni və dərk etmə fəaliyyətinin yetkinlik dərəcəsinə görə daha erkən yaş səviyyəsindədirlər. Yəni, psixi inkişafı ləngiyən uşaqlarda məktəb təliminə hazırlıq o qədər də yaxşı nəticə vermir. Artıq məktəb təlimində onların fəaliyyəti yaxşı nəticə vermir, uğurlu nəticə vermir. Psixi inkişafda ləngimə müşahidə edilən uşaqlar bizdən etdiyimizdən qat-qat çoxdur ki, hansı ki, onlarda getdikcə belə deyək, sayın belə deyək, artışı biz görürük ki, hansı ki, psixi inkişafın ləngiməsi bəzən bizim ətrafımızda da qarşılaşa bilərik ki, hansı ki, bu uşaqlarda həqiqətən də ləngimə özünü göstərir.
Daha sonra biz məlumat verərik ki, hansı ki, əqli geriliyi olan uşaqlarla psixi inkişafın ləngiməsi, olan uşaqlarda, fərqli cəhətlər vardır. Gəlin bunlar haqqında sizə məlumat verim. Hansı ki, əqli geriliyi olan uşaqlardan fərqli olaraq psixi inkişafın ləng getdiyi uşaqlarda beynin qabıq strukturlarının əsasən də alın hissəsinin ləng formalaşdırması müşahidə olunur. Hansı ki, onların xarici görkəminə də biraz nisbətən diqqətlə baxdıqda biraz fərqlər olacaqdır. Eyni zamanda, baxın müəllimlər, psixi inkişafın lənginməsinin xüsusiyyətlərinə nələr aiddir? Gəlin bunlara nəzər yetirək. Ətrafdakıların köməyi olmadan müstəqil iş görməkdə çətinlik çəkirlər. Məntiqsiz hərəkətlər edirlər. Bəzən hərəkətlərində müxtəlif uyğunsuzluqlar görülür. Məkan və zaman anlayışlarını fərqləndirə bilməmək, hansı ki, onlar olduqları məkanı, zamanın hansı zaman olduqlarını belə bilmirlər. Analiz, sintez edə bilmirlər. Ümumiləşdirmə apara bilmirlər. Səbəb-nəticə edə bilmirlər. Hansı ki, müqayisə edə bilmirlər, fərqləndirə bilmirlər. Eyni zamanda hadisələr arasında əlaqə görə bilmirlər. Bunun nitqi vasitəsilə əks etdirmirlər. Məsəl üçün, bəzən biz görürük ki, əlbəttə ki, uşaqların bir çoxu, hansı ki, sağlam uşaqlardan söhbət gedir, uşaqlarda qarşılaşdığı hadisələri, başına gələn hadisələri nitqi ilə ifadə edirlər. Amma psixi inkişafında lənglik olan uşaqlarda bu belə deyildir. Artıq onlar qarşılaşdığı problemləri öz nitqi ilə ifadə etməkdə çətinlik çəkirlər. Daha sonra müəllimələr, gəlir Down sindromlu uşaqlar. Down sindromlu uşaqların xüsusiyyətləri nələrdir? Gəlin bunlara nəzər yetirək. Artıq bu uşaqlarda əqli gerilik diaqnozu ilə assosiasiya olunan və xromosomların miqdar və quruluşundakı pozuntulardan asılı olan məhdudiyyətlər əsas götürülür. Baxın müəllimələr, Down sindromlu uşaqların xarici görkəmindən söhbət edək gəlin. Bunlarda xarici görkəmdə həqiqətən də nəzərə çarpacaq dərəcədə fərqlər olur. Hansı fərqləri nəzərə alırıq? Biz burada hansı fərqlərdən söhbət gedir? Əlbəttə ki, belə uşaqlarda gözləri uzunsov olur. Eyni zamanda başı, üzü yastılaşmış formada olur. Eyni zamanda kiçik göz yarığı nəzərə çarpır. Eyni zamanda çəp gözlər bəzən olur. Eyni zamanda göz bucağında dəri bükülü vəziyyətdə olur. Ağzı yaraçıq vəziyyətdə olur. Biz bəzən görürük ki, əlbəttə ki, yəqin ki, qarşılaşmısınız belə uşaqlarla. Down sindromu uşaqlarda həqiqətən də demək olar ki, ağızları demək olar ki, daima açıq vəziyyətdə olur. Bundan əlavə dili böyük olur. Dilləri bəzən hətta çöldə belə ola bilir, hansı ki, dili böyük olduğu üçün ağzı açıq və dili çölə çıxmış vəziyyətdə olur. Belə uşaqların əzəlləri və oynaqları zəif inkişaf etmiş olur. Dişlərinə gəldikdə artıq onların doğuluşdan, yəni artıq onlar anadan olandan bəri belə deyək, onların dişləri əyri olur. Yəni bunların hər biri doğuşdan belə olur ki, hansı ki, Down sindromu ilə doğulan uşaqlarda hansı ki, anadan gəlmə dişlər əyri olur, artıq onların başları, alnı yastılaşmış formada olur, artıq onların gözləri uzunsov, çəp formada olur, dişləri dediyimiz kimi əyri olur və ağızları açıq formada, dilləri isə böyük formada olur. Belə uşaqların barmaqlarında, əllərində də biraz fərqli olur. Gəlin bunlar haqqında məlumat verim. Hansı ki, onların əllərində, hansı ki, çətələ barmaq biraz içəriyə doğru bükülmüş vəziyyətdə olur. Down sindromu ilə doğulan uşaqlarla bağlı verilən məlumatlarda qeyd olunur ki, belə uşaqlarda məhdud anlama bacarığı, böyük və kiçik motor problemləri vardır. Hansı ki, Down sindromu uşaqlarda göz çəpliyi, yaxından görmə, eyni zamanda uzaqdan görmə əlamətləri də artıq müşahidə olunur. Onların immunitetləri də zəif olur. Təbii ki də onlar tez xəstələnə bilərlər. Əlbəttə ki, onlarda immunitet zəif olduğu üçün tez virus, qripə yoluxmuş olurlar. Bundan əlavə, təbii ki də Down sindromu uşaqlarda bayaq qeyd etdiyimiz kimi görmədə problem ola bilər. Hansı ki, bəzi uşaqlar yaxından görmə daha yaxşı inkişaf etmiş olur. Bəzi Down sindromu uşaqlarda isə uzaqdan görmə daha yaxşı inkişaf etmiş olur. Onlarda mədə-bağırsaq problemi də özünü biruzə verir. Gəlir hansı ki, autizm var. Autizm nəyə deyilir müəllimələr? Gəlin bunlar haqqında sizə məlumat verim. Autizm artıq erkən yaş dövrlərindən başlayan sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə özünü göstərir. Autizm özünə qapanmadır, real həyatdan uzaqlaşmadır. Bu kimi xüsusiyyətləri özündə birləşdirir. Hansı ki, biz bəzən uşaqlarda görürük, özünə qapanma çox olur. Biz bəzən ətrafımızda real həyatda qarşılaşırıq, uşaq girir öz otağına və demək olar ki, günün sonuna qədər öz otağından çıxmır, özünə qapanır, heç kimlə ünsiyyət qurmur, heç kimlə ünsiyyətə girmək istəmir, heç bir dostu yoxdur, heç bir yaxını yoxdur.
onlar tək olurlar daha çox. Eyni zamanda baxmayaraq ki, autizm təzahür spesifikdir, çox genişdir. Onlarda əsas simptomlardan ümumi xarakter daşıyır. Gəlin bunları nəzərə yetirək. Hansı ki, o həmin uşaqlarda nitq və ünsiyyət pozuntusu olur. Bayaq qeyd etdiyimiz kimi, hansı ki, onların nitqi zəif olur, ünsiyyəti ümumiyyətlə sıfıra bərabər olur. Eyni zamanda uşaqlarda təxəyyüldə pozuntular olur. Eyni zamanda sosial münasibətlərdə pozuntular olur. Bayaq qeyd etdiyimiz kimi, uşaq özünə qapanırsa, təbii ki də artıq onun sosial cəhətdən, ünsiyyət cəhətdən, nitq cəhətdən, təxəyyül cəhətdən pozuntuları, geriliyi olacaqdır. Bundan əlavə gəlin məlumat verim, sizə hansı ki, hiperaktivlik haqqında. Hiperaktivlik deyəndə biz nə nəzərdə tuturuq? Əlbəttə ki, burada uşağın diqqətinin, zəifliyi olacaqdır. Əlbəttə ki, burada uşağın hiperaktivliyindən söhbət gedəcək və uşağın impulsivliyindən söhbət gedəcək. Gəlin bunlar haqqında məlumat verim. Hansı ki, diqqətin defisiti deyəndə biz nəyi nəzərdə tuturuq? Burada asanlıqla yayınırlar. Hansı ki, uşaqların diqqəti asanlıqla başqa bir şeyə yayına bilər. Uşağın diqqəti, asanlıqla, belə deyək, dağıla bilər. Tez-tez başa çatdırmadıqları bir işdən digərinə keçirlər. Yəni, biz burada belə bir nəticəyə gəlirik ki, həmin bu uşaqlar, işlərini yarımçıq qoyurlar. Hansı ki, həmin bu uşaqlar işlərini tamamlamamış başqa bir işə keçid edirlər. Verilən təlimatları yerinə yetirərkən çətinlik çəkirlər. Hansı ki, bəzən biz görürük ki, tərbiyəçi müəllim uşağa verir, hansı ki, tapşırıq, eyni yaşlı 2 uşağa eyni tapşırığı verir, amma bir uşaq demək olar ki, məşğələnin sonuna qədər həmin tapşırığı yerinə yetirə bilmir. Baxın, budur hiperaktivlik, budur diqqət əskikliyi sindromu. Var hiperaktivlik özlüyündə ayrılıqda nəyə deyilir? Baxın, hiperaktivlik hiperaktiv uşaqlarda çox danışıqlıq özünü göstərir. Bu uşaqlar daha çox danışırlar, daha çox sual verirlər. Bir uşaq üçün sakit oyunlar oynamaq çətindir. Çünki bu uşaqlar aktiv uşaqlardır. Buna görə də əgər bir qrupda hiperaktiv uşaq varsa, tərbiyəçi müəllimlərə məsləhət nədir? Həmin uşaqları öz aktivliyinə uyğun məşğələlərə cəlb etmək. Məsəl üçün, bir qrupda hiperaktiv uşaq varsa, həmin uşağa aktiv fəaliyyət vermək lazımdır ki, uşağın, belə deyək, doğru şəkildə desək, uşaq yorulsun. Uşağın, belə deyək, aktivliyi, uşağın enerjisi həmin məşğələyə sərf olunsun. Eyni zamanda stulda tez-tez dönürlər, hərlənirlər. Yəni hiperaktiv uşaqlarda bunlar, belə deyə bilərik ki, bir tərəfdə dura bilmirlər. Bu uşaqlar stulda belə əyləşə bilmirlər, ancaq aktiv, hərəkətdə olmaq istəyirlər. Və bir də var ki, impulsivlik nəyə deyilir? Bu zaman başqa insanların sözünü kəsir və oyunlarda öz növbəsini gözləmirlər. Bəzən qruplarda olur ki, uşaqlar məsəl üçün sonunda durub bir uşaq ən sonuncu durub, o səbirsizdir demək olar ki, səbri yoxdur, gözləyə bilmir. Gəlir keçir digər uşağın növbəsinə ki, bu məşğələdə, bu oyunda tez iştirak edə bilsin. Yəni bu uşaqlarda səbir olmur. Bu uşaqlar öz növbəsini gözləyə bilmirlər. Belə deyək, oyunun qaydalarını, qaydalı oyunlar zamanı qaydaları pozmuş hesab olunurlar. Növbə ilə danışa bilmirlər, öz növbəsini gözləmirlər, növbə ilə danışmırlar və eyni zamanda öz növbəsini gözləməkdə çətinlik çəkilir və növbə ilə danışmaqda çətinlik çəkirlər. Fiziki cəhətdən də onlarda, belə deyək, biraz gerilik olur. Nə cəhətdən gerilik olur? Yəni onlarda təhlükəli olan vəziyyətlərdən yayınmaqda çətinlik çəkirlər. Bu da oldu bizim hansı ki, hiperaktivlik və diqqət əskikliyi sindromu. Biz daha ətraflı nə deyə bilərik hiperaktivlik haqqında? Hiperaktivliyi olan uşaqlarda daha çox nəzərə çarpan xüsusiyyətlərdən biri də özünü sakit aparmaq lazım gəldikdə. Məsəl üçün, məktəbdə və yaxud da ki, nahar masası arxasında sakit ola bilməməsidir. Çünki bu uşaq hiperaktiv uşaqdır. Yəni onlar bizim dediyimiz kimi hansı ki, stulda belə əyləşə bilmirlər, hansı ki, onlar sakit vəziyyətdə dayana bilmirlər, müəllimi dinləyə bilmirlər, öz növbəsində danışa bilmirlər. Qaydalı oyunlar zamanı oyunun qaydasını pozurlar. Eyni zamanda bu uşaqlar üçün tanış olmayan şəraitdən, həkimdən qorxa bilər və yaxud da ki, özünə maraqlı bir məşğuliyyət tapa bilərlər. Bu uşaqlar müalicə olunmasa və yaxud da ki, müəyyən tədbirlər görünməzsə, fikri dərsdən yayınır, məktəbdə yaxşı oxumurlar, ətrafdakılarla ünsiyyət qura bilmirlər. Bunlar gələcəkdə təhsilində, işlərində, şəxsi fəaliyyətində, şəxsi münasibətlərində, eyni zamanda şəxsi durumuna da belə deyək, öz təsirini buraxacaqdır ki, bunlar üçün vaxtında, müalicə vaxtında belə deyək, müəyyən tədbirlər görülməlidir. Var beyin iflici müəllimələr. Beyin iflici nəyə deyilir? Gəlin bunlar haqqında sizə məlumat verim. Adından bəllidir, beyin iflici. Yəni beyin iflici dedikdə əzələ və bədən orqanlarından istifadə etməyə
nəzarət edən beyin, hisslərinin zədələnməsi nəzərdə tutulur. Nə deməkdir bu? Yəni artıq, beyin iflici dedikdə artıq beyin qabığında bir neçə, hisslərin vardır ki, bunların zədələnməsi, bir neçə sinirlərin zədələnməsi nəzərdə tutulur. Zədələnmə halları doğuşdan öncə, bəzən doğuş zamanı, yaxud da ki, doğuşdan az sonra baş verir. Bəzən biz görürük ki, uşaqlarda belə hallar olarkən, daha çox, bunlar doğuş zamanı yaranan hallardır ki, bu özünü göstərir uşaqlarda. Beyin iflici zəif, mülayim və kəskin dərəcələrdə ola bilir. Zəif dərəcəli beyin iflici olan uşaq davranışlarında hansısa müəyyən qüsurlara yol verir. Mülayim dərəcəli beyin iflici olan uşaq isə gəzərkən axsayır. Məsəl üçün, gəzərkən, yeriyərkən onun yerişində müəyyən bir, belə deyək, qüsur olduğunu, biz nisbətən qüsur olduğunu, nəzərə ala bilərik. Hansı ki, bu bizim diqqətimizi cəlb edə bilər ki, bu olur hansı ki, mülayim dərəcəli beyin iflici və bir də var ki, daha kəskin beyin iflici var ki, bu uşağın bütün fiziki qabiliyyətlərinə mənfi təsir göstərə bilir ki, bu uşağın həqiqətən də fəaliyyətlərində nəzərə çarpacaq dərəcədə özünü göstərir. Daha sonra baxın müəllimələr, mülayim və yaxud da ki, kəskin dərəcəli beyin iflici olan uşaqlarda əlil arabasından eyni zamanda, deyə bilərik ki, onlar da başqa alətlərdən istifadə etməyə məcbur olurlar. Çünki artıq bunlarda iflic, ümumiyyətlə fərqi yoxdur. Mülayim iflic olsun, kəskin iflic olsun, ümumiyyətlə iflic zamanı, bəzən, bizim qarşılaşdığımız real həyatda gördüyümüz, hadisələrdən deyə bilərik ki, əlbəttə ki, onlar hər hansısa bir arabadan və yaxud da ki, müəyyən alətlərdən istifadə edərək gəzirlər ki, bu iflicin təsiridir ki, həmin insanlarda, həmin uşaqlarda öz, belə deyək, izini qoymuşdur. Hər halda, hər hansısa bir hal zamanı, beyin iflici zamanı, ötdükdə və yaxud da ki, pisləşməyə başladıqda, beyin iflici olan uşaqların çoxu gələcək həyatlarında normal yaşaya bilməyəcəkdir. Hansı ki, bunların hər birinin üstünə fərqi yoxdur, əqli geriliyi olan uşaq olsun, fərqi yoxdur. Psixi ləngiməsi olan uşaq olsun, autizmli uşaq olsun, Down sindromlu uşaq olsun, beyin iflicli uşaq olsun. Bunların hər birinə vaxtında, müəyyən tədbirlər, müəyyən müalicələr həyata keçirilməlidir. Və bir də var müəllimələr, var nitq və dil məhdudiyyəti. Nitq və dil məhdudiyyəti deyəndə biz nəyi nəzərdə tuturuq? Əlbəttə ki, biz, qarşılaşdığımız problemlərdən var ki, əlbəttə ki, uşaqlarda, eyni yaşlı uşaqlarda nitqlərində fərqliliklər vardır ki, eyni yaşlı uşaqlardan biri daha yaxşı danışır, digəri isə danışmaqda, belə deyək, çətinlik çəkir, köməklərdən istifadə edir ki, əlbəttə ki, bu da onun nitqinin, onun dil qabiliyyətinin zəifliyindən irəli gəlir. Baxın, nitq və dil məhdudiyyəti uşaqlarda ünsiyyət zamanı və şifahi nitq funksionallığı kimi sahələrdə aşkarlanan problemlərlə bağlıdır. Uşağın ünsiyyət bacarığı o zaman ləngimiş sayılır ki, o danışıq və dil anlamaq bacarıqlarını mənimsəməkdə yaşlılarında nəzərə çarpacaq dərəcədə geri qalır. Dil qüsuru uşaqlarda isə sözlərin həm verbal, həm də ki, qeyri-verbal kontekstdə anlaşılmaması, yaxud da ki, istifadəsində yaranan bir pozuntu halını əks etdirir. Dil qüsurlarının bəzi əlamətləri sırasında sözlərin və mənaların müvafiq olmayan tərzdə istifadəsidir, fikirləri ifadə etmə qabiliyyətinin olmaması, eyni zamanda qrammatik qaydalara əməl edilməməsi hallarını göstərmək olar ki, əlbəttə ki, dil və nitq, məhdudiyyəti uşaqlarda bunların hər biri özünü göstərir. Nitq qüsuru olan insanlar bəzən z və yaxud da ki, r kimi səslərdən istifadə edərkən problemlər yaşayırlar. Bu bəzən uşaqlarda da olur, düzdür. Amma bəzi uşaqlarda, yaş ötdükcə, bu keçir, amma, keçməyən uşaqlarda demək olar ki, nitq və dil məhdudiyyətli uşaqlar hesab olunur. Nitq qüsuru olan bir insanı dinləyənlər onun nə demək istədiyini anlamaqda çətinlik çəkə bilərlər ki, hansı ki, nitq qüsuru olan uşaqları, insanları, nitqini başa düşməkdə yalnız onları, xüsusi pedaqoqlar, xüsusi mütəxəssislər onların dilini, onların nitqini anlaya bilərlər. Amma kənardan baxarkən bəzi insanlar onların nitqini, dilini anlamaqda çətinlik çəkərlər. Belə müəllimələr, bu da oldu bizim nitq və dil məhdudiyyət sindromumuzdan, izahı. Demək olar ki, inklüziv təhsil dedikdə, inklüziv təhsildən həqiqətən də çox danışmaq olar. Hansı ki, biz də bu gün yetdiyi qədər, kifayət qədər düşünürəm ki, məlumat verdik bu haqqında. Hansı ki, inklüziv təhsil, həqiqətən də məktəbəqədər müəssisələrdə ən geniş yayılmış, ən lazımlı məlumatlardan, ən lazımlı, mövzulardan hesab olunur və bir tərbiyəçi müəllimsinizsə əgər və bir tərbiyəçi müəllim olmağa hazırlaşırsınızsa əgər, inklüziv təhsili bilməyiniz
şərtdir və eyni zamanda inklüziv təhsil zamanı, salım imkanları məhdud olan uşaqların xüsusiyyətlərini, növlərini bilməyiniz şərtdir. Belə müəllimələr, bugünkü mövzumuz bu qədər. Bu gün oldu mövzumuz inklüziv təhsil. Əlavə sualı olan varsa, əlavə mövzu ilə bağlı hər hansısa bir məlumat almaq istəyən varsa buyura bilər. Və eyni zamanda hər hansısa bir hissənin yenidən izahını vermək istəyən müəllimə varsa buyura bilər. Axşamınız xeyir müəllimə. Axşamınız xeyir olsun müəllimə. Mən bilmək istəyirəm, bu xəstəliklərdən düşə bilər imtahanda yoxsa? Bəli, əlbəttə ki, düşə bilər. Hansı ki düşmüşdü, hansı ki 2 ilə qədər, tələbələrim gətirmişlər mənə suallar düşmüşdü. Bəli, Down sindromlu uşaqlardan düşmüşdü, şəkillərdən düşmüşdü. Hətta şəkilli testlərin düşməyi isə, belə deyək, daha, gözləniləndir. Çox sağ olun müəllimə. Siz sağ olun müəllimə. Əlavə sualı olan varsa buyura bilər. Elə isə gəlin bugünkü mövzunu yekunlaşdıraq. Güman edirəm ki, razı qaldınız. Güman edirəm ki, izahı tam şəkildə anlamısınızdır. Güman edirəm ki, inklüziv təhsil bəzi müəllimələr üçün düzdür, çətin gəlir, daha qəliz gəlir. Güman edirəm ki, hansısa bir, belə deyək, terminlər sizə qaranlıq qalmışdırsa, artıq bu mövzudan sonra bütün mövzunu daha, səmərəli şəkildə öyrənmiş oldunuz. Mövzunu yekunlaşdıraq, dərsimizi yekunlaşdıraq. Gecəniz xeyrə qalsın müəllimələr. İnşallah ki, növbəti dərslərdə görüşənə qədər uğurlar hər birinizə.